Salam bir vaxtınız xeyirli olsun. Demək, belə bir orijinal kondisioner pultunu təmirə gətiriblər. Problem var indi orada. Nəticəni bir yerdə izləyək. Ev şəraitində açmaq istəyib, yəni zamoklarını sındırıb açmağa davam edirik. Qismən açmışıq, ekranda çıxardıq. Ekranın üzdüyünü də çıxartdıq. Burada nə var, hamısını təmizləyək. Hissəni ayrı-ayrılıqda təmizlədik. Prujinləri də orijinal Michel Pirelli kömürünü də vurduq. Qoruyucu şüşəni yerinə qoyduq. Burada laboratorun adaptera qoşmuşuq. Prosesor dərəcəsini ölçürük. İş fəaliyyətində gecikmə yoxdur. Demək, bu da nəticə fəsildən fəsilə keçir. Söndürüb yandırır. Temperaturu azaldıb çoxaldır. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.